Bir daha təbrik edirik. Allah təala sizə uzun ömür versin, can sağlığı versin. Sağ Adınız, olun. soyadınız? Sağ olun. Əntiqə Babayeva. Əntiqə Babayeva. Mehriban qızı. Çox gözəl. Müəllimə, Saatlı rayon hansı kəndində məktəbdə işləmisiniz? Məmmədabad kəndində. Məmmədabad kəndində. Neçə il müəllim kimi işləmisiniz? 4 il riyaziyyat müəllimi. Allah sizə uzun ömür versin, can sağlığı versin. Biz iki müəllimlərinə Sağ fəxr olun. edirik, qürur duyuruq. O gün olsun ki, inşallah sizin övladlarınız da, nəvələriniz, nəticələriniz də sizin vətənimizin dəyərli vətəndaşları olsunlar. Sağ olun. Gözəl işlərə gələk inşallah. Sağ olun. Neçə övladınız var müəllimə? 3 övladım. Adlar nədir övladlarınızın? Afiq, Bəli. Zamiq, Namik. Çox gözəl. Onlar da sizlə qürur duyduqlarını bildirdi. Onlara da öz adımızdan dərin təşəkkür bildiririk, sağ ol deyirik. O gün olsun ki, nəvələriniz də inşallah sizin kimi vətənimizin dəyərli vətəndaşları olsunlar. Bugün həm 2026-cı il 21 may tarixində biz gəlib sizlərlə bağlı gözəl çəkiliş edirik. Bu kadrlara 10 il, 20 il, 30 il sonra sizin nəvə nəticəniz baxacaq. Onlara ürək sözlər nə deyə bilərsiniz? Bunlara deyirəm, əvvəla hamısına Allah can sağlığı versin. Hamısına uzun ömür versin. Hamısına ali təhsilli olmağını arzulayıram. Hamısı ali təhsilli olsun. Çox sağ ol. Biz də sizə uzun ömür, can sağlığı arzu edirik, təşəkkür bildiririk. İnşallah o gün olsun ki, indi hal-hazırda neçə yaşınız var müəllimə? Necə? İndi hal-hazırda neçə yaşınız var? 70 yaşınız qalıb. Olmuyor. Yubileydi değil mi? Təbrik edirik. O gün olsun 75, 80, 90, 100 yaşınız olsun gələk gözəl çəkiliş eləyək. Təşəkkürlər, minnətdaram. Çox sağ olun. Sağ olun, çox sağ olun.